100 parçaya bölünmüş, dağılmış ocaqlar. Eyni acı illərdir, həm yazı, həm qışları. Gözümüzlə gördükcə qarnı ac uşaqları utanmadan yesək, ayıb olarmı usta? Bəs müsəlman idik biz, tək vücud, tək parça, dünya bir bütün sanki, Qəzza isə 1000 parça. Övladını itirən qadınlara baxdıqca utanmadan gülsək, ayıb olarmı usta? Nə gedəcək bir yer var, nə güvənli bir yol, ətraf qiyamət yeri, əl, əyaq, qol. Dərmansız xəstəxanada çarəsiz doktor, biraz hovuza girsək, ayıb olarmı usta? Mən bir gənc gördüm, 30 gün həbs yatmış, hər günü 1 ildən 30 il qocalmış. Bədəni sağ qalıb, amma ağlı ilə vidalaşmış, ağlımızı pula versək, ayıb olarmı usta? Hələ bir baba var ki, gözünü öpdü nəvəsinin, qoxlamağa qıymadı canını, özünü. Yanlış anlama qətir kəlməmi, sözümü, axşam bir film izləsək, ayıb olarmı usta? Yəni məndə nə var ki, əlimdən nə gəlir, yaşamaq lazımdır usta, həyat davam edir. Hər 10 dəqiqədə bir uşaqlar ölür. Biraz dondurma yesək, ayıb olarmı usta? Orada Qəzza deyil, bütün insanlıq bitdi. Müsəlmanam deyənlər imtihanını itirdi. Şəhidlər ölməz əlbət, hamısı cənnətə getdi. Eyni cənnətə girsək, ayıb olarmı usta?